Premyer Liqanın 24-cü turu çərçivəsində Xəzər Lənkəran ilin ilk ev qələbəsi ümidi ilə Interə qarşı doğma meydanda maça çıxır. Hazırda Lənkəranda az sayda olsa da qonaq azarkeşləri də var. Inter futbolçuları Baçan Atxaladze və Abdullah Abatsev mərkəzdən oyuna başladı və qarşılaşmaya start verildi. Elias Ribeiro, Sadio Tonkara. Hücum xəttində isə təkcə Junior Nildo var. İndi Xəzər Lənkəranın ilk imkanı Elnur Abdullayevin zərbəsi top qapı dirəyinin yanından keçdi. İkinci dəqiqədə Xəzər Lənkəran kapitanından oyunda ilk təhlükəli vəziyyət. İndi isə artıq top sol cinahdadır. Slavikin ötürməsi top Elias'a çatdı. Elias 4 nəfərin əhatəsindən çıxdı. Abdullayevdən daha bir zərbə. Bu dəfə sol dirəyə doğru ünvanlanan zərbə. Qapısı zərbə Asif Məmmədovdan çox rahat keçdi iki futbolçunu. Nildo dərhal oynamaq lazımdır. Topu çox saxlamaq olmaz. Vanderson ötürməsi Elias'a doğru. Sadio! Sadio Tonkara hər şeyi yaxşı elədi. İndi komandalar ona görə daha çox çalışır ki oyunun taktiki şəklini pozmasın. İndi burada gəlin baxaq nə baş verdi. Slavik Alxasovla rəqib oyunçusunun mübarizəsi. Zərbəsi Orxan götürəcəkdi bu topu, amma Inter hesabı açdı nəticədə. Baş hakim burada kovudluq qeydə almadı. Elias Ribeiro və Vanderson Scarduelli. Fit səsləndi. Elias Lamaya bu topu çıxardı. Daha bir ötürmə. Tiago və Nildo yüksəlsələr də topa heç bir zərbə vura bilmədi. Gligorov. Topu itirmək olmaz burada. Gligorov, Elias. Yaxşı ötürmə. Nildo zərbə. Tiago. Gol! 1-1. Bravo Xəzər Lənkəran. Bravo. Bu qola görə və bu qola qədər olan hücumlara görə, bu qola qədər olan baskıya görə. İndi psixoloji üstünlük. O da komandamızın xeyrinədir. İndi yaxşı ötürmə burada Sadio doğru. Sadio dərhal etdi ötürməsini. Slavik Alxasov. Abdullayev. Ötürmə Nildo doğru. Yüksəldi topa Junior Nildo. Amma alınmadı zərbəsi. Qolda Nildo'nun da iştirakı oldu. Bu arada ilk hissə sona çatdı. Nildo və Elnur Abdullayevin də mərkəzdə başlayırlar. İkinci tayma heç bir komandanın heyətində əvəzləmə olmadı. Buraxırlar irəli. Salkvadzın ümumiyyətlə Interin cinah müdafiəçiləri hələ ki o qədər də hücuma qoşulmur. İndi bir toxunuşlu ötürmə çıxadı Adzaya doğru. Bax bu yenə də təhlükə. Yenidən Alxasov. Vanderson. Nəhayət ki asma edildi cərmə meydançasına. Nildo topu saxladı. Hələ ki top Nildo'dadır. Elias zərbəsi. Lamaya topu tutur. Daha bir hücum dalğası Xəzər Lənkərandan. Elias yaxınlaşır topa. Dərhal başladı Xəzər Lənkəran. Bütün komanda artıq demək olar ki buradadır. Turacalov çox yaxşı dribling. Ötürmə. Tiago burada dubl edə bilərdi. Çox yaxın oldu qola. Ötürmə. Tiago daha bir imkan. Özü də bilmirdi ki top onun önündədir. Ayvanda isə bir qədər gec oldu. Daha bir ötürmə Turacalovdan. Alvaro Silva. Vanderson zərbəsi. Top yol üstündə olan Nildo'daydı və offside. Vaqifdən ötürmə Əmircanova doğru. Blajeski ona nəzarət edir. Orxan Sadıqlı çıxışda səhvə olurdu zərbə.
Tiago, bravo. Vaqif Cavadov topun qarşısında. Onun zərbəsi top qapının üstündən keçdi və bu da yəqin ki oyunun başa çatması deməkdir. Bəli, Xəzər Lənkəran hələ ki evdə qalib gələ bilmir 2014-cü ildə, amma bu sözsüz ki yaxşı oyun idi komandanın ifasında, təəssüf ki qələbə qazana bilmədi. Xəzər Lənkəran 1, Inter 1.